Bu pulu tanıyırsınız. Bu pula xalq arasında Nikolayın onluğu deyirlər. Rusiya imperiyası dövründə buraxılan qızıl nominallı sikkələrdən biridir. Və əhali arasında çox populyardır. Düzdür, bunun 5-liyi də var, 25-liyi də var, amma əhalidə daha çox populyarlıq qazananı məhz budur. Ağla gələndə elə birinci budur deyəndə, bəziləri də hətta bunu yığıb altlarında da saxlayırlar. Lakin Sovet hakimiyyəti dövründə də qızıl pul buraxılmışdı və buna deyirdilər Zalotoy Çervonets və yaxud ruslarına Seyatel deyirdilər, çünki üstündə toxum səpən kəndli şəkili var idi. Qızılın, həmin bu pulun ümumi çəkisi 8,6 qram idi. Burada olan xalis qızılın çəkisi 7,74 qram idi. Ümumiyyətlə qızıl pulun özünün əyyarı isə 900 əyyarı idi. Həmin pul ilk vaxtlar 1923-25-ci illərdə buraxıldı və ümumilikdə 150 min ədəd zərb edilmişdi. Və daha sonra isə 1975-1982-ci illərdə buraxıldı ki, bu zamanda ümumilikdə 6-7 milyon ədəd buraxılmışdı. Məqsəd isə investisiya üçün bundan istifadə etmək, yaxud da bunu xaricdə satmaq idi. Müasir Rusiya Federasiyasının pul dövriyyəsində də məhz bu pullar rəsmi dövriyyə vahidi kimi qəbul edilməkdədirlər.